Usikum ve nefsi bittekvallah. Allah'ın salamı, rəhməti və bərəkəti olsun hər birinizin üzərinə. Değerli Müslümanlar, özümü və sizləri ilahi təqvaya dəvət edirəm. Təqva yəni gizlində və aşkarda Allahın haramlarından çəkinmək, vaciblərinə əməl etməkdir. Allah Teala bizləri təqvalı bəndələrindən qərar versin inşallah. Aşura gününü biz qeyd elədik. Allah Teala bizləri Aşura məktəbini dərk eləyənlərdən, İmam Hüseyin əleyhissalamın məktəbini dərk eləyənlərdən qərar versin. Aşuranın bizə öyrətdiyi dərslərdən biri də birlik və bərabərliyin mütləq vacib olduğu və zəruri olmasıdır. Əgər Kərbəlada Müslümanlar bir olsaydı, bir fikir ətrafında birləşsəydilər, həmrəy olsaydılar, ittifak yaratsaydılar, Kərbəla faciəsi kimi bir faciə ortaya gəlməzdi. Kərbəlada Kərbəla ilə nəticələnən faciənin əsas səbəbi insanların fikir ayrılığı idi. Məsəl üçün, bəzilər deyirlər ki, Müslim İbni Əqil İbni Ziyadı öldürsəydi və yaxud da terror eləsəydi, belə deyək, terror sayılır, eləsəydi, Kərbəla hadisəsi baş verməyəcəkdi. Kərbəla hadisəsi təkcə İbn Ziyadla əlaqəli deyil. Kərbəla hadisəsi insanların düşüncəsi ilə əlaqəlidir. Məsələn, bəzi insanlar düşündülər ki, biz İmam Hüseynə qarşı çıxsaq, İmam Hüseyn bizi əff eləyəcək, bağışlayacaq, amma Yezid bizi əff eləməyəcək. İmam Hüseyn qalib gəlsə, İmam Hüseyn əff eləyəcək, amma Yezid qalib gəlsə, Yezid bizi əff eləməyəcək. Aşuranı biz geridə qoyduq, amma Aşura davam eləyir. Kərbəla tarixdə baş verib bitmiş bir hadisə hesab oluna bilməz. Elə deyildir ki, Aşura baş verdi, Kərbəla faciəsi baş verdi və məsələ bitdi. Bundan söhbət bağlandı, yox. Aşura da davam eləyir, Kərbəla da davam eləyir. Boş-boşuna deyil ki, deyirlər ki, hər gün Aşura, hər yer Kərbəla. Kərbəla hər gün insanın qarşısına çıxan haqq və batilin seçimidir. İnsan hər gün vicdanı ilə nəfsi arasında seçim qarşısındadır. Ədalətlə zülm etmə arasında, sədaqətlə xəyanət arasında seçim qarşısındadır. Ona görə də bugünkü söhbətimizdə biz insanın seçim etməsi haqqında danışacağıq. İnsanın dəyəri onun seçimləri ilə ölçülür. Nəyi seçdiyi ilə ölçülür. İnsana hidayətin yolunu göstərmişdir. Artıq şükür eləyib o hidayət yoluna gedəcəksə, öz qərarıdır, öz seçimidir, bunun mükafatını alacaq. Yox, əgər nankorluq eləyəcəksə, yenə də öz seçimidir, nəticələri ilə özü üzləşəcək. Deməli, insanın dəyəri onun seçimləri ilədir. Başqa bir ayə qeyd eləyək. Başqa bir ayədə İnsan surəsinin 29-cu ayəsində Allah təala buyurur ki, Bismillahirrahmanirrahim, İnnə hədihi təskira. Həqiqətən bu, yəni Qur'an-ı Kərim, Allahın kəlamı öyüd nəsiyyətdir. Fəmən şəəttəxadə ilə rabbihi səbilə. Bu öyüd nəsiyyətdir. Kim istəsə Rəbbinə tərəf yol tutar. Allah Teala heç kimi məcbur eləmir. Baxın, məcburla vacib arasında fərq var. Vacib odur ki, Allah Teala deyib ki, namaz qılın. Məcbur odur ki, 2-nin üstünə 2 gələndə 4 deyilir. Bu məcburdur. Ona görə riyaziyyata cəbir də deyirlər. Cəbir nə deməkdir? Məcbur sözündəndir. Qur'an-ı Kərim bizə bildirir ki, Allaha yaxınlaşmağın özü belə insanın seçimidir. Allah Teala qapını açıb. Lakin kim bu qapıdan keçmək istəyir, kim Allaha tərəf gəlmək istəyir, öz işidir. Allah Teala Qur'an-ı Kərimdə Kəhf surəsinin 29-cu ayəsində buyurur ki, və qulil haqq min rabbikum fəmən şəə fəliyu'min və mən şəə fəliyəkfur. Allah Teala buyurur ki, ya Peyğəmbər denən, haqq Rəbbinin tərəfindəndir. Kim istəyərsə iman gətirsin, kim istəyərsə inkar etsin. Onun istəyinə bağlıdır, yəni seçiminə bağlıdır.
Bu ayə bizə göstərir ki, sən özün seçərsən. Bəzən məsələn valideynlər də deyir, bax ki, özün seç. Özün də bunun aqibəti ilə üzləşəcəksən. Təbii ki, bu məsuliyyətdən boyun qaçıra bilməyəcəksən. İnsanın şəxsiyyətini formalaşdıran ən mühüm amil onun seçimidir. İnsan hər gün seçim eləyir və bu seçimlər onun həyatın tənzimləyir, həyatın təşkil eləyir. Həzrət Əli əleyhissalam buyurur ki, qiymətu kulli imrin mə yuhsinuh. Hər bir insanın dəyəri onun etdiyi yaxşı işlərə bağlıdır. Yəni insanın varı dövləti, həqiqi dəyəri onun var dövləti, vəzifəsi və yaxud da şöhrəti deyil. İmanıdır ki, o imanının sayəsində doğru seçimlər eləyir. İmam Hüseyn əleyhissalamın Kərbəlası da bizə doğru seçim etməyi öyrədir. İmam Hüseyn əleyhissalam özü də Kərbəlada bir seçim elədi. Seçim elədi və Kərbəla hadisəsi baş verdi. Faciəsi baş verdi və bu seçim sayəsində, bu faciə sayəsində Kərbəla adlı bir məktəb yarandı. Kərbəla adlı bir məktəb təsis olundu. İmam Hüseyn əleyhissalamın öz sözüdür. Ələ, ələ yəni ərəb dilində agah olun, bilin. Ələ və innəd-da'iyə ibnəd-da'i qad rəkəzə beynəsnətəyn. Buyurur ki, İmam əleyhissalam buyurur ki, bilin, agah olun. Zinakarın oğlu zinakar, yəni Yezid, məni iki yol ayrıcında qoymuşdur. Beynəs-silləti və zillə. Qılınc, yəni şəhadət, öldürülmək, qılınc və yaxud da zillət qarşısında, seçim qarşısına qoymuşdur məni. Ya mən qılıncı seçməliyəm, yəni şəhadəti, ya da ki zillətlə beyət eləməyi seçməliyəm. Beynəz-zilləti və zillə və hihat minnəz-zillə. Amma zillət bizdən uzaqdır. Biz zilləti qəbul eləyə bilmərik. Bu söz Kərbəlanın sanki ruhudur, Kərbəlanın şüarıdır. Kərbəlanı bizə tanıtdıran bir kəlamdır. İmam Hüseyn əleyhissalam bizə başa salmaq istəyir ki, insan həyatında bəzən elə seçimlər qarşısında olur ki, o seçimlər onun üçün tali yüklü olur. Bəzən ola bilər ki, məsəl üçün, məscidə gəlirsən, bu tərəfdən gəlim, o tərəfdən gəlim. Bəzən heç bir şey olmur. Amma bəzən görürsən ki, buradan gəldiyinə görə görürsən bir hadisə baş verdi. İnsanın da həyatında bəzi seçimlər var ki, onu seçdiyinə görə nə olur? Böyük bir hadisələr baş verir, tali yüklü olur. İmam Hüseyn əleyhissalamın da seçimi bu cür seçimi idi. Ya haqq uğrunda əzab çəkmək, əziyyət çəkmək, şəhadətə getmək, ya da ki, batilə boyun əyərək rahat yaşamaq. Əgər ona rahat yaşamaq deyilirsə. İmam Hüseyn əleyhissalam izzəti seçdi, zilləti isə rədd elədi. Bununla bəşəriyyəti üçün bir Kərbəla məktəbini yaratdı. Bugün insanlar da, bizlər də hər gün seçim qarşısında oluruq. Halal rozi qazanım, yoxsa haram. Halalla haram qarşısında biz seçim eləyirik. Haqq sözü deməklə, yoxsa susmaqla biz neyinirik? Seçim qarşısında qalırıq. Vicdanla öz şəxsi mənfəətimiz arasında seçim qarşısında oluruq. Ədalətlə zülm arasında, Allahın razılığı ilə nəfsimizin istəyi arasında hər gün biz seçim eləyirik. O seçimlər bizim şəxsiyyətimizi bəlli eləyir. O seçimlər bizim aqibətimizi bəlli eləyir. Bizim seçdiyimiz hər bir doğru seçim bizi İmam Hüseyn əleyhissalamın yoluna yaxınlaşdırır. Hər yanlış seçimimiz isə bizi Yezidin düşüncəsinə, Yezidin yoluna yaxınlaşdırır. Ona görə də biz öz seçimlərimizə diqqətli olmalıyıq. Deməli deyilik ki, məsəl üçün bir seçimlə nə olacaq? İnanın ki, həyatınızda bəzən elə seçimlər eləmişsiniz ki, həyatınızın birbaşa yönü dəyişib. Bunun bir nəzəriyyəsi var, baxsaq, bunun bir nəzəriyyəsi var. Bizim kiçik qərarlarımız bəzən, hətta kiçik qərarlarımız böyük nəticələrə gəlib.
qarın dənəsi də uçqunda balaca ilə başlayır, sonra getdikcə böyüyür. Ona görə kiçik qərarlara belə ötərə baxmalı deyilik. Nəinki böyük qərarlara. Kərbəlanın bu dərsində ən böyük nümunələrdən və örnəklərdən biri Hürr ibn Yezid Riyahi idi. Onun seçimi idi. Kərbəlada İmam Hüseyin əleyhissalamın qarşısını şəxsən ilk şəxsi idi, ordu başçısı idi. 1000 nəfərlə İmam Hüseyin əleyhissalamın qarşısını kəsmişdi. Amma baxın, bir də Aşura gününə, İmam Hüseyin 10 gündə insan necə dəyişə bilər? Baxın, 10 gündə insan İmam Hüseyin əleyhissalamın qarşısından keçir İmam Hüseyin əleyhissalamın yanına. 10 gün ərzində hür dəyişir. Olur həqiqi hür. Hür sözünün mənası azad deməkdir. Hürriyyət var, bu da hür sözündəndir. Hür həqiqi azadlığa qovuşur. İmam Hüseyin əleyhissalamın öz sözüdür. İmam Hüseyin əleyhissalam hürrün can verən vaxtı gəlir onun başının üstünə, deyir ki, sən həqiqətən hürsən, necə ki, anan səni hür adlandırmışdır. Baxın, İmam Hüseyin əleyhissalam məsum deyə görün, necə mükəmməl bir həyatları var. İmam Hüseyin əleyhissalam İmam Hüseyin əleyhissalamın qarşısını kəsəndə İmam Hüseyin əleyhissalam ona demişdi ki, səkələtkə ummuk, anan sənin matəmində əyləşsin. İmam Hüseyin əleyhissalamın qarşısını kəsəndə bu kəlməni demişdi. Amma İmam Hüseyin əleyhissalamın yanına gələndə və şəhid olanda dedi ki, sən həqiqətən hürsən. Necə ki, yenə anasını yad edir. Necə ki, anan səni bu cürlə hür adlandırmışdır. Həmin hür Kərbəlada Aşura günündə gəlir Ömər Sədin yanına, deyir ki, necədir məsələ? Deyir ki, and olsun Allaha, heç bir başı bədənin üzərində qoymayacam. Hür o vaxta qədər elə zənn edirdi ki, bəlkə sülhlə məsələ həll olar. Görür ki, yox, vəziyyət başqadır. Burada Peyğəmbər balasını şəhid eləyəcəklər və pəhləvan idi, böyük bir sərkərdə idi, ordu başçısı idi. Bunun bədəni əsir, bədəni qorxudan əsir. Bir nəfər gəlirdi ki, ey hür, nə olub, niyə narahatsan, niyə qorxursan? Biz desələr, kimdir pəhləvan ərəblərin içində? Birinci 10 nəfər desək, onlardan 10 nəfərdən birisənsə, neydən narahatsan? Deyir ki, İnni vallah uxayyiru nəfsi beynəl cənnəti və nər. And olsun Allaha, mən özümü cənnətlə cəhənnəmin arasında görürəm. Yəni, cənnətlə cəhənnəmin arasında qalmışam. Vallah la uxayyir, vallah la əxtəru aləl cənnəti şeyən və ləv qutti'tu və hurriktu. Olur ki, and olsun Allaha, özümü cənnətlə cəhənnəmin arasında görürəm. And olsun Allaha, parça-parça doğransam da və yandırılsam belə cənnətdən başqa heç nəyi seçməyəcəm. Baxın, bu seçim hürrü xilas eləyir. O alimlərdən birinə gəlib deyirlər ki, o necə olur bir saat düşünmək, 60 ilin ibadətindən üstündür. Dedi, hələ belə düşünmək deyir ki, insanlar var ki, hələ xəyala dalır, günah fikirləşir, boş-boş şeylər fikir. Yox, deyir, o düşünmək ki, hürrün düşünməyi kimi. O hürrün düşünməyi onu xilas elədi. Biz də baxsaq görərik ki, həyatımızda nə qədər olub ki, cənnətlə cəhənnəm arasında qalmışıq. Halalla haram elə budur. İnsanların haqqı məsələsində budur. İnsan özünə nəzarət eləməsə, bu doğru seçimi eləməsə, Allah ona yardım eləməyəcək. Allah Teala Quran-ı Kərimdə buyurur ki, Bismillahirrahmanirrahim, İnnallaha la yugayyiru ma bi qavmin hatta yugayyiru ma bi anfusihim. Həqiqətən Allah bir qövmün vəziyyətini onlar özləri dəyişməyincə, onlar özlərində olanı dəyişməyincə Allah da onları dəyişməz. Yəni, dəyişim birinci insandan başlayır. Birinci qığılcım səndə olmalıdır ki, Allah sənə o, belə deyək, ruhu üfürsün ki, o qığılcım ola, ondan sonra buna külək dəyir, ondan sonra qığılcım ateşə çevrilir, o da alova çevrilir, tonqala çevrilir. Hür əvvəl özü öz qəlbində dəyişiklik elədi. Ondan sonra Allah da onun talihini dəyişdi. Hür gəldi İmam Hüseyin əleyhissalamın qarşısından, o qəlbindəki dəyişikliklər, düşüncələr, ondan əvvəl İmam Hüseyin əleyhissalama etdiyi bir
bir neçə ehtiramlara görə Allah Teala ona yardım elədi. Onun içindəki dəyişiklikdən sonra Allah da ona bir belə deyək təkan verdi. Biz Aşura ziyarətnaməsində nə oxuyuruq? Oxuyuruq ki, Bismillahirrahmanirrahim. Ya Əba Abdillah, ey Əba Abdillah, ya Hüseyin, inni silmun liman salamakum və harbun liman harabakum ilə yevmil qiyamə. Başqa bir yerində və valiyyum liman valakum ilə yevmil qiyamə. Ya Əba Abdillah, ya Hüseyin, mən qiyamət gününə qədər sizinlə dost olanlarla mən də dostam. Sizinlə düşmən olanlarla mən də düşmənəm. Yəni, bu nə deməkdir? Bu o deməkdir ki, ya Hüseyin, mən də öz seçimimi eləyirəm. Mən də seçimimi eləyirəm ki, hər kəs qiyamətin gününə qədər sizinlə düşmən olacaqsa, mən də onlarla düşmənəm. Ya Hüseyin, qiyamətin gününə qədər kim ya Hüseyin deyib sizinlə dost olacaqsa, mən də onlarla dostam. Öz dostluğumu bildirirəm ya Hüseyin. Öz seçimimi bildirirəm. Öz tərəfimi bildirirəm ki, ya Hüseyin, mən öz seçimimlə sizin tərəfdəyəm. Baxın, əsas o deyil, məsələ üçün sən gedib İmam Hüseyin əleyhissalamın Kərbəlasında döyüşəsən. Əsas sənin qəlbin və niyyətindir. Bir nəfər Siffin döyüşündə Həzrət Əli əleyhissalamın yanına gəlir. Həzrət Əli əleyhissalamın yanına gəlir, deyir ki, mən sənə beyət eləmişəm, ya Əli. Mən sənin yanındayam. Amma qardaşım da sənin yanıma gəlmək istəyirdi. Amma çox çalışdı, gələ bilmədi. Çox çalışdı ki, gəlsin səninlə bir yerdə düşmənə qarşı döyüşsün. Nəsə qismət olub, nəsə problem, üzürlü bir səbəbi var idi. Həzrət Əli əleyhissalam ona bilirsiniz nə deyir? Həzrət Əli əleyhissalam ona deyir ki, sənin qardaşın da bizimlə birgə döyüşür. Sənin qardaşın da bizimlə bir yerdədir. Və kim ki, qiyamətin gününə qədər bizimlə eyni fikirdədirsə, elə bizimlə döyüşən kimidir. Hətta deyir ki, anaların bətnində olan, ataların belində olanlar belə yenə də doğulandan sonra, dünyaya gələndən sonra bizimlə eyni düşüncədə olsalar, onlar elə pis əməl olsun. Mən bugün İmam Hüseyin əleyhissalamın yoluna ləbbeyk deyirəmsə, həqiqətən, sidq ürəklə deyirəmsə, Allah mənə İmam Hüseyin əleyhissalamın əshabının savabına şərik eləyəcək. Yox, mən bugün bəziləri kimi Yezidə haqq qazandırıb, Yezidin yolundan gedib, İmam Hüseyin əleyhissalamı hörmətsiz eləyirəmsə, qiyamətin günündə elə o dəstədən olacam. Ona görə bugün belə seçimlərimiz bizi onların dəstəsinə birləşdirir. Etdiyimiz seçimlər, ona görə seçimlərimizdə diqqətli olmalıyıq. Bəziləri olacaq, var, seçimlərini eləyirlər, açıq-aşkar deyirlər. İmam Hüseyin əleyhissalamı öz nifrətlərin, hətta İmam Hüseyin əleyhissalamla birlikdə olanları cahil adlandırırlar. İmam Hüseyin əleyhissalamın əzadarlığına gələnləri, məclislərinə gələnləri cahil adlandırırlar. Amma dırnaqarası nə qədər cahillər olub ki, onların nəzərində cahillər olub ki, biz onları böyük ədib, böyük dahilər bilmişik ki, onlar nə ediblər? İmam Hüseyin əleyhissalam haqqında yazıblar. Onlar necə olublar? Məsəl üçün, Əliağa Vahidi olsun, Seyyid Əzim Şirvanisi olsun, Mirzə Ələkbər Sabiri olsun və digərləri olublar və bunlar nə ilə fəxr ediblər? Fəxr ediblər ki, mən bir kəlmə yazacam onların haqqında və bununla bir şey eləmiş kimi sayacam özümü. Yəni ki, mən belə dedə, İmam Hüseyin əleyhissalam üçün bir şey yazım, mən də tanınım və yaxud da Əhl-i Beytin yanında bir xidmət eləmiş olum. Amma indikilər nə edirlər? İndikilər edirlər ki, onlara qarşı bir şey yazım, gündəmdə olum və bəzilərinin yanında hörmət qazanım. Bu seçim eləyənlər tarix boyu olub və olacaqdır. Allah Teala bizləri gözəl şəkildə seçim eləyənlərdən və seçimlərimizlə İmam Hüseyin əleyhissalama, Əhl-i Beytə və onların vasitəsilə də Allaha yaxınlaşan şəxslərdən qərar versin inşallah. Amin. Ya Rabbel Alemin. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbika venhar
inne şaniyeke huvel abtar. Sadakallahul aliyyul azim. Salavat hediye eləyək. Lütfenin kalplerinize ilahi tesir koymağına peygamber ve âli peygambere salavat zikredin. Salavatullahi aleyhim ecma'in ve lanetullahi ala a'daihim ecma'in minel an ila qiyami yevmiddin. Allahümme salli ala cemil enbiyayı vel murselin ve şühedayı ve siddiqin ve cemi'i ibadillahi salihin. Allahümme gfir lil mu'minina vel mu'minat vel muslimina vel muslimat el ahyai minhum vel envat. Amin ya Rabbel alemin. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Usikum ve nefsi bi tekvallah. Əziz və dəyərli müsəlmanlar, mümin qardaşlarım və bizi dinləyənlər, bacılarımız, analarımız, özümü və sizləri ilahi təqvaya dəvət edirəm. Təqva yəni gizlində və aşkarda Allahın hədlərini qorumaq, o hədlərdən kənara çıxmamaqdır. Biz birinci xütbədə qeyd elədik ki, insanın dəyəri onun seçimləri ilə ölçülür. Yəni insan Allahın yanında dəyər sahibi necə olur? Adi ilk yaranışıqdan baxsaq, şeytanın dəyəri necə ölçüldü? Allahın əmrinə itaət edib etməməsində. Və dəyəri bəlli oldu ki, Allahın dərgahından qovulmaq oldu. İnsanın dəyəri seçimləri ilə ölçülür. Bir seçimimiz bizim həyatımızı dəyişə bilər. Məsəl üçün biz yolla gedirik, bəzən elə yollar olur ki, biz vaxtında dönməliyik o yolda. Vaxtında dönməsək, təzədən o yola qayıtmaq üçün kilometrlərlə bəzən yol qət eləməli oluruq, təzədən düz yola gəlmək üçün. Bizim həyatımız da bu cürnədir. Düzgün yerdə, düzgün vaxtda doğru seçimi etməyəndə bəzən qayıtması çətin olmaq lazımdır ki, bir qarşımıza seçim çıxanda düşünək. Düşünək ki, biz necə seçim eləyəcəyik? Seçimi doğru eləmək üçün təfəkkür eləmək lazımdır. Həzrət Əli əleyhissalam buyurur ki, təfəkkür eləyənin gözü açılar. Biz necə düşünməliyik? Necə düşünməliyik ki, doğru qərar verək? Bizim 7-ci imamımız Həzrəti Musa ibn Cəfər Əl-Kazim əleyhissalam bir hədisi ilə bizə doğru seçim eləməyi öyrədir. İmam əleyhissalam buyurur ki, iki iş arasında qalanda, yəni iki seçim arasında qalanda, hansının sənin nəfsinin istəyinə daha yaxın olduğuna bax. İki seçim arasında qalmısan. Bax gör, nəfsün hansını daha çox istəyir. Nəfsün hansını daha çox istəyirsə, ona qarşı çıx. Onu eləmə. Şeytan nə deyir? Deyir ki, mən ancaq vəsvəsə edirəm. Amma şeytanın vəsvəsəsinə qulaq verməyi və əməl eləməyi bizə, belə deyək, vadar eləyən nədir? Nəfsimizdir. Nəfsimiz bizi vadar eləyir ki, ona tərəf get. Çağırana ləbbeyk denən. Ona görə də seçim qarşımıza çıxanda baxım gərək görüm, nəfsim nə istəyir, nəfsim nə deyir burada? Çünki nəfs insanı rahatlığa, mənfəətə, şəhvətə, təkəbbürə, dünyanın keçici ləzzətlərinə çağırır. Amma ağıl nə deyir, vicdan nə deyir? Vicdan insanı Allaha, ədalətə, haqqa, insanların haqqına riayət eləməyə səsləyir. Ona görə də İmam əleyhissalam bizə deyir ki, iki seçim qarşısında qalanda, bax gör, nəfsün hansını istəyir? Əgər o seçim nəfsünün istədiyi, Allahın istədiyi ilə düz gəlmirsə, adətən ki, düz gəlmir. Yəni, nəfsin xüsusiyyəti budur. Nəfs elə bir varlıqdır ki, doymur. Doymayan nəfsdən sənə pənah aparıq, ilahi, o hədislərdə keçir. Nəfsi razı salmaq mümkün deyil.
Nəfs heç vaxt razı olası deyil. Nəfs heç vaxt qani olası deyil. Nəfsim yemək istəyir, yeyirəm, yenə istəyirəm. Doymaq hissi gəlir, biraz keçir, səhərsi gün yenə istəyirəm. Nəfs şəhvət istəyir, doymur. Ona görə nəfsə nə etmək lazımdır? Müxalif çıxmaq lazımdır. Nə qədər ki, nəfsə müxalif çıxmadınsa, nəfs sənə müxalif çıxacaq. Nəfs sənə əziyyət eləyəcək. Nəfsin səni xar eləyəcək. Nəfsin səni rəzil durma salacaq. Ona görə buyurur ki, məsəl üçün Hürrün məsələsinə təzədən qayıdıq. Hürr qalıb iki seçim arasında. İmam Hüseyn əleyhissalamı seçsin, yoxsa Yezid məlunu seçsin. Nəfs istəyir ki, vəzifən var, pulun var, rahatlığın var, ağrımayan başına niyə dəsmal bağlayasan? Niyə problem yaşayasan? Onsuz da İmam Hüseyn əleyhissalamı şəhid eləyəcəklər. Onsuz da bu məsələnin axırı bura gəlib çıxır. Nəfs insana bunu deyir, ona görə deyir ki, nəfsivə qarşı çıx. Bax, gör ağılın sənə nə deyir. Ağıl bizim üçün ən böyük yol göstərici olmalıdır. İnsan düşünməlidir. Həzrət Əli əleyhissalam deyir ki, ağıl o deyil ki, yaxşı ilə pisi ayırt eləsin. Ağıl o deyil ki, yaxşı ilə pisin arasında seçim eləmək qüvvəsi də olsun. Ağıl bunun üçün deyil. Zaten uşaq belə hətta buluq olmazdan əvvəl müməyyiz deyirlər uşağa. Hətta buluq yaşından əvvəlki dövrə müməyyiz deyirlər. Müməyyiz zamanı hicablı qadın, müməyyiz, yəni hətta buluq olmazdan əvvəlki dövr var müməyyizli, o vaxtda hicablı qadın naməhrəmdir söhəmin uşaq, onun yanında saçını aça bilməz, özün qorumalıdır. Niyə? Çünki artıq bu müməyyizdir. Hətta buluq olmasa da müməyyizdir. Müməyyiz nədir? Təmyiz sözündən götürülüb ayırmaq mənasında. Yəni, yaxşı ilə pisi ayırır. Şəriətdə də bu cürünə keçir. Əgər yaxşı ilə pisi ayırırsa, sən onun yanında hicabı qorumalısan. Yəni, uşaq belə ağlı kamil olmayıbsa belə, tam belə yetkinlik yaşına çatmayıbsa belə, yenə də ağlı yaxşı ilə pisi ayırır. Ona görə təkcə ağlı bizə yaxşı ilə pisi ayırmaq üçün deyil. Həzrət Əli əleyhissalam buyurur ki, insanın ağlı onun üçündür ki, iki pis arasında qalanda daha az zərərlisini seçsin. İki dənə pis arasında qalmışsan, sən daha az zərərlisini seçməlisən. Yaxşı ilə pis arasında qalmışsan, ağlın zaten səni yaxşıya yönləndirməlidir, nəfsin isə pisə yönləndirir. Bu məlumdur. Amma burada nədir? İman da lazımdır ki, bu seçim eləyəndən sonra sən doğru tərəfə gedə biləsən. Ona görə də hər gün nəfsimiz bizə deyir ki, bu qədər halal qazanırsan, bir harama da əl at. Haqqı demə, özü təhlükəyə atma, namazı sonra qılarsan. Günahı hamı eləyir, hamı bu günah eləyir. Bir dəfə ilə bir şey olmaz, amma əsl iman sahibi nə etməlidir? İman sahibi deməlidir ki, mənim bu seçimim məni kimə yaxınlaşdırır? Hansı yola yaxınlaşdırır? Ona görə də bu Aşura günündə, dünənki və bugünkü ilk cüməsidir Aşuradan sonra, insan deməlidir ki, gəlin Aşuradan sonra İmam Hüseyn əleyhissalamı təkcə göz yaşlarımızla yox, İmam Hüseyn əleyhissalamı təkcə göz yaşlarımızla yox, öz seçimlərimizlə sevək. Onun yolunu həqiqətən getməklə sevək. Allah Teala bizləri İmam Hüseyn əleyhissalamın yolu ilə gedənlərdən qərar versin. Allahümme cealna min ensaril Hüseyn. İlahi bizi İmam Hüseyn əleyhissalamın həqiqi ənsarlarından, yolunun davamçılarından qərar ver. وَارْزُقْنَا حُسْنَ الْاَقِبَى. İlahi bizim aqibətimizi gözəl və xeyirli elə. وَسَبِّتْ اَقْدَامَنَا عَلَى صِرَاتَكَ الْمُسْتَقِيمِ. İlahi bizi öz doğru yolunda sabit qədəm elə. Amin, amin, amin ya Rabbel alemin. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, lam yalid və lam yulad və lam yekun lehu kufuvan ahad. Vesselamu aleykum və rahmetullahi və berekatuhu.